إذن يسأل المقبور ثم يسأله أن يفعل هو، هذا أولا. ثانيا يسأله أن يسأل الله عز وجل. هاتان الصورتان، كل من يأتي إلى المقبور فله حالان إذا طلب منه شيئا ما، إما أن يسأله مباشرة أن يفعل هو الميت، يقول اغفر لي أنت، وإما أن يسأله ماذا؟ أن يسأل الله تعالى، يقول ادعو الله لي، اسأل الله تعالى أن يغفر لي. صورتان أو لا؟ صورتان، كلاهما شرك أكبر، كلاهما شرك أكبر. بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه ecmaîn. Əmmə bəd. Şeyx Əhməd bin Ömər Əl-Həzmi Hafizahullahın ölüdən dua etməyi tələb etməyin hökmü, yəni ölüdən Allaha dua etməsini tələb etməyin hökmü adlı bir dərsi var. Qəlblərə şifa olacaq, bu məsələni çox gözəl şəkildə açıqlayan bir dərsdir. Xüsusilə İbn Teymiyyə Rahimahullahın adından deyilən şübhənin cavabı, hansı ki bəzi müasirlər İbn Teymiyyə Rahimahullah güya bu əməli bidət deyib iddia edirlər. Belə deyənlərə cavab olacaq bir dərsdir. Allah Azze və Cəllənin izni ilə gücümün çatdığı qədər müxtəsər şəkildə onu zikr etməyə çalışacağım. Şeyx Həzmi buyurur ki, İbn Teymiyyə Rahimahullah İqtidâ-u Sirâtil Müstəqim əsərinin 2-ci cild 224-cü səhifəsində dedi ki, şirk olan, şirk ehtiva edən, özündə şirk daşıyan duaya gəldikdə isə, misal olaraq Allahdan qeyrisinə bir şey etməsi üçün və ya dua etməsi üçün səslənmək. Misal olaraq Allahdan qeyrisinə bir şey etməsi üçün, yəni bir şey Allahdan qeyrisindən birbaşa bir şey istəmək və ya Allahdan qeyrisinə ölüyə dua etməsini istəmək. Şeyx Həzmi Hafizahullah buyurur ki, beləliklə qəbirdə olanı çağırıb ondan bir şey istəmək iki şəkildə olur. Qəbirdə olanı çağırıb ondan bir şey istəmək iki şəkildə olur. Birinci şəkili, birbaşa ölüyə müraciət edib ondan bir işi etməsini istəmək. Məsələn, sən məni bağışla, mənə övlad ver, mənə ruzi ver, deyərək birbaşa ehtiyacını ölüdən istəmək. İkinci şəkli, ondan Allahdan istəməsini istəmək. Ondan Allaha sənin ehtiyacın üçün dua etməsini istəmək. Məsələn, Allahdan mənim üçün dua et. Allahdan mənim üçün bağışlanma dilə. Allahdan mənim üçün ehtiyacımın qaldırılmasını istə. Bu ikinci şəkli. Şeyx Həzmi buyurur ki, qəbir sahibinə gələn hər kəs bu iki haldan birində olur. Qəbir sahibinə səslənib bir şey istəyən kəs mütləq və mütləq bu iki haldan birində olur. Ya ondan ehtiyacını birbaşa istəyir, ya ehtiyacını Allaha çatdırmasını, Allaha ehtiyacını qaldırması üçün dua etməsini istəyir. Hər iki şəkil də böyük şirkdir. Hər iki şəkil böyük şirkdir. Və arxasınca buyurur ki, İbn Teymiyyə Rahimahullahın burada fərqləndirməsi, yəni iki növünü zikr etməsi, şirk növlərini izah etmək baxımındandır. Necə ki biz deyirik ki, ibadət şirki, dua şirki, qurban şirki və s. Bu da həmin növlərdən biridir. İbn Teymiyyə Rahimahullah dedi ki, əgər sən desən ki, bu şəxs, yəni qəbirdə olan nəbi və ya salih kəs Allaha dua etsə, Allah onun duasını mənim dua etdiyimdən daha şiddətlə qəbul edər. Əgər sən desən ki, mənim nəbidən və yaxud salihdən istədiyim, salih bir kəsdən istədiyim şey, Allahdan istədiyimi onlar Allahdan istəsə, Allah onların duasını mənim istədiyimdən daha şiddətlə qəbul edər. Nədir bu sözün mənası? Şeyx Həzmi buyurur ki, bu cümlənin mənası budur ki, o həmən şəxsi Allahla özü arasında vasitəçi edir. Vasitəçi yaratmaqda və əməl etməkdə deyil, yalnız dua etməsini istəməkdə seçir. Vasitəçi yalnız onun sənin ehtiyacını, sənin duanı, sənin istəyini Allaha çatdırmaqda seçilir. Ondan yaratmaqda, əməl etməkdə, sənin ehtiyacını birbaşa verməkdə vasitəçi seçilmir. Bunu Allahın izni ilə dərsin axırında geniş şəkildə toxunacaq, indi mövzunu bölməyək. Və buyurur ki, necə ki, sağlığında sən Peyğəmbərə desəydin, mənim üçün Allaha dua et,
bu caizdir. Sen sağlığında Allah Resulü sallallahu aleyhi ve sellemin sağlığında deseydin benim için Allah'a dua et, bu caizdir. Ama Allah Resulü sallallahu aleyhi ve sellem vefat ettikten sonra desen benim için Allah'a dua et, bu caiz değil. O yani bunu diyen kes ölüm halını hayat halıyla kıyas etmiştir. Allah Resulü sallallahu aleyhi ve sellemin veyahut salih birinin kabrine gelip benim için Allah'a dua et diyen kes onun sağlığı ile onun hayatı ile ölüm halını kıyas etmiştir, beraberleştirmiştir, eyni tutmuştur. Yani Allah Resulü sallallahu aleyhi ve sellem'den sağlığında birbaşa istenilmirdi. Sadece Allah'a dua etmesi istenilirdi. Qəbrin yanına gelip Allah Resulü sallallahu aleyhi ve sellem'den isteyen kes sadece hayatta caiz olanı ölüme de şamil edir. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellemin sağlığında gelip deyirdilər ki Allah Resulü Allah'a dua et falan şey, Allah'a dua et yağış yağdırsın. Eyni qəbrin başında gelip Allah Resulü sallallahu aleyhi ve sellem'den Allah'a dua et diyen kes de eyni şeyi istəyir. Yani gelip ey Allah Resulü yağış yağdır, mənə övlad ver, mənə şifa ver diye tələb etmiş. Ve buyurur ki İbn-i Teymiyyə rahimahullahın salih şəxsdən dua istemek dediği budur. Sağ iken ondan dua istemek caizdir, lakin öldükten sonra caiz değil. Bu nedir? Bidəttir yoksa büyük şirk? Bu büyük şirktir. İbn-i Teymiyyə rahimahullah buyurdu ki bu ikinci kısımdır. Yani ölüye demek ki Allah'a benim için dua et. İbn Teymiyyə rahimahullah dedi ki bu ikinci kısımdır. Burada ondan ölüden bir emel istenilmir. Ona dua edilmir. Ondan bir iş etmesi talep olunmur. Sadece ondan dua etmesi istenilir. Necə ki sağ olan birinden dua istenilir. Hemen kes hayatla ölümü eynileştirir. Halbuki hayatta caiz olan her şey ölüm halında caiz olmur. Hayatta caiz olan her şey ölüm halında caiz olmur. Şeyh Hazmi Hafizahullah buyurur ki bu ikinci kısım bazı muasirlere müşkil gelmiştir. İkinci kısım yani Allah'a dua et, benim için Allah'a dua et diye ölüye seslenmek bazı muasirlere müşkil gelmiştir, çetin gelmiştir. Sonra İbn Teymiyyə rahimahullah buyurur ki sağ olan birinden dua et demek necə ki caizdir, eləcə də sahabeler Peygamber sallallahu aleyhi ve sellem'den dua istəyirdiler. Bu hayatta iken şeriatla meşrudur, icazelidir. Yani sağ olan birine, hazır olan, sağ olan, qadir olan birine demek ki Allah'tan benim için falan şey iste. Allah'a benim için dua et. Necə ki sahabeler bunu Allah Resulü sallallahu aleyhi ve sellem'den istəyirdiler. Bu meşrudur, icazelidir. Ama ölülerden ister peygamberler, ister salihler, isterse de başkaları dua istemek şeriatla meşru değildir. Şeyh Hazmi Hafizahullah buyuruyor ki hatta bazen insan qəbirdə kimin olduğunu bilmir. Sadece zənnedir ki burada salih bir şəxs dəfn olunub və ondan istəyir. Bu da şirkdir. Həqiqətdə orada heç bir qəbir veya salih şəxs olmasa belə bu şirk hökmünü qaldırmır. Ve İbn Teymiyyə rahimahullahın sözünü devam ederek İbn Teymiyyənin sözünü getirir. İbn Teymiyyə rahimahullah buyurur ki ölülerden ister peygamberler, ister salihler, ister başkaları bizim için dua et, Rabbinden iste demek şeriatte meşru değildir. Bunların hiçbiri şeriatte yoktur, bidəttir. Bu əməl ne sahabeden, ne tabiinden heç kəs, bu əməli ne sahabeden, ne tabiinden heç kəs etmemiştir ve ümmetin imamlarından da heç kəs bunu emretmemiştir. Bu barədə heç bir hədis və əsər də varid olmamışdır. Əksinə, səhih olaraq sabit olmuşdur ki, Ömər bin Xattab radiyallahu anhunun zamanında Ömər bin Xattab Abbas radiyallahu anhu ilə təvəssül edərək deyir ki, Allahım, biz quraqlıq vaxtında Allah Resulü sallallahu aleyhi ve sellemin sağlığında onunla sənə təvəssül edərdik. İndi isə sənə Allah Resulünün əmisi vasitəsilə təvəssül edirik, bizə yağış ver. Şeyh Hazmi deyir ki, istek yalnız diri, hazır olan birine yönəldilməlidir. Ölüye Allah'a dua etmesini istemek ise öz-özlüyündə bir istektir. Bəzi kəslər deyir ki, biz ondan bir şey istemirik. Ölüden biz istemirik. Ölüden Allah'a dua etmesini isteyirik. Şeyh Hazmi deyir ki, bu öz-özlüyündə bir istektir. Eğer sahabelerin anlayışında
ölüyə yönələrək onu vasitəçi etmək, Peyğəmbərin sağlığı ilə ölümündən sonrasını bərabərləşdirmək, eyni tutmaq, eyni görmək caiz olsaydı, onda Abbas ilə təvəssül edib Peyğəmbər sallallahu aleyhi və səlləmdən üz döndərməzdilər. Görün nə deyir? Deyir ki, əgər ölüyə Allaha dua etməsini istəmək sahabələrin fiqhində, anlayışında caiz olsaydı, Allah Resulü sallallahu aleyhi və səlləmin ölümü ilə sağlığını bərabər tutmaq, eyni görmək caiz olsaydı, onda sahabələr quraqlıq zamanında Allah Resulü sallallahu aleyhi və səlləmdən istəyərdilər. Abbasdan əmisi Abbası önə keçirməzdilər. Abbas ilə təvəssül edib Allah Resulü sallallahu aleyhi və səlləmdən üz döndərməzdilər. Lakin onların bu davranışı və sahabələrin bu anlayış üzərində ittifaqı göstərir ki, ölüyə dua müraciət etmək mütləq şəkildə caiz deyil. Mütləq şəkildə caiz deyil. Və dəlillər də mütləq və açıq şəkildə bildirir ki, ölüyə dua etmək böyük şirkdir. Ölüyə dua etmək, yəni Allahdan mənim üçün falan şey istə demək böyük şirkdir. Buna görə də burada təfsilata ehtiyac yoxdur. Bu səbəbdən bu əməl böyük şirk sayılır. Və davam edərək buyurur ki, sonra bu əməl qadir olmayan birindən istəməkdir. Əgər bu şəkildə istənilsə belə, ölü istədiyini etməyə qadirdir, yoxsa yox? Qadir deyil. Mənim üçün Allaha dua et. Necə dua etsin? Ölü acizdir. Beləliklə, ölüdən bir şey istəmək, onun qadir olmadığı, yalnız Allahın qadir olduğu şeyi istəməkdir. Ölü sağlığında buna qadir ola bilər. Öldükdən sonra isə artıq buna qadir deyil. Artıq şəriətin hökmü burada dəyişir. Öldükdən sonra ölüdən bir şey istəmək, şəriətin hökmü artıq burada dəyişir, fərqlənir. Sağlığında caiz olan hər şey öldükdən sonra caiz olmur. Sağlığında ondan bir şey istəmək məşru, caiz olsa da, öldükdən sonra istəmək artıq yalnız Allahın qadir olduğu şey istəməkdir. İbn-i Teymiyyə rahimehullah buyurdu ki, bu əməli nə sahabədən, nə tabeyindən heç kəs etməmişdir, nə də ümmətin imamlarından heç kəs bunu əmr etməmişdir, nə də bu haqda bir hədis varid olmamışdır. Və Həzmi buyurur ki, mütləq olaraq heç bir sahabə bunu etməmişdir. İstər məşhur sahabə olsun, istər qeyri-məşhur sahabə olsun, istər fəqih olsun, istər qeyri-fəqih olsun, bir hərf belə yoxdur. Əksinə icma varid olmuşdur ki, vəfatından sonra Allah Resulü sallallahu aleyhi və səlləmdən heç bir şey istənilməz. Nə ondan birbaşa, nə də ondan Allaha dua etməsi istənilməz. Bu barədə icma varid olmuşdur. İbn Teymiyyə rahimehullah buyurdu ki, əksinə bu Allahın haqqında heç bir dəlil nazil etmədiyi bir bidətdir. İbn Teymiyyə bu əməli bidət adlandırdı. Bəzi mütəaxirlərə bu söz müşkil gəlmişdir. Onlar zənn etdilər ki, İbn Teymiyyə qəbir sahibindən Allaha dua etməsini istisna etmiş, bu əməli kiçik şirk və ya bidət adlandırmışdır. Bu batil zəndir. İbn Teymiyyə rahimehullah bəzən mücməl, bəzən də oxşar, mücməl, ümumi ləfzlərdən istifadə edir. Xüsusilə böyük şirk və növləri haqqında danışarkən ümumi ləfzlərdən istifadə edir. Bəzən müşriklərə bidətçi deyir. Bu isə mütəaxirlər arasında olan anlaşılmamazlığa səbəb olur. Lakin onun sözlərinə qayıtdıqda məqsəd anlaşılır. İbn Teymiyyə rahimehullah Sırat-ül Müstəqim adlı əsərində dedi ki, Allah Əzzə və Cəllənin mərhəmətindəndir ki, içində şirk olan, içində şirk barındıran, şirk ehtiva edən, məsələn, ondan başqasından bir işi etməsini istəmək, yaxud ondan başqasına dua etməsini istəmək. Allahdan başqasına Allaha dua etməsini istəmək. Yəni, ölüyə, qəbir sahibinə gəlib, ondan Allaha dua etməsini istəmək. İbn Teymiyyə rahimehullah nə dedi? İçində şirk barındıran, şirk olan iki növ zikr etdi. Onun sözünün iki növ nə etdi? Onun özünün etməsini istəmək. Bu birinci şəkil. Bunu şirkin növlərindən saydı. Və buna bənzər şeylər sahibinin istədiyini hasil etmir. Hətta bu cür duaların nəticə verməsi barədə heç bir şübhə də yaratmır. Şeyx Həzmi buyurur ki, İbn Teymiyyə hər iki növü şirkə itlaq etdi. Hər iki növünü şirkə yozdu. Yəni, ölüdən birbaşa istəmək və ölü sahibindən, ölüdən Allaha dua etməsini istəmək. İbn Teymiyyə deyir ki, hər ikisi şirk içərisində şirk barındıran dualardandır.
Deyilə bilər ki, burada İbn Teymiyyə şirk deyəndə kiçik şirk olma ehtimalı var. Deyirik ki, xeyr. İki şəkil haqqında İbn Teymiyyə hökm verdi. Birinci surət hansıdır? Allahdan qeyrisinin birbaşa istədiyini verməsini tələb etmək. Bu şəkil hansı növə aiddir? Böyük şirk. İkincisi isə Allaha dua etməsini istəmək. Hansı növə aiddir? Böyük şirk. Nə zaman ki iki növ şirk bir ismə itlaq olunarsa, yəni bir ad altında zikr olunarsa, bu onların müştərək olmasına, eyni olmasına dəlalət edər. Sonra İbn Teymiyyə rahimehullah buyurdu ki, bu müşriklər belə deyirlər. Bu müşriklər belə deyirlər. Biz onların şəfaətini istəyirik. Yəni mələklərdən və peyğəmbərlərdən bizim üçün şəfaət etmələrini tələb edirik. Onlardan birinin qəbrinə gəldikdə ondan bizim üçün şəfaət etməsini istəyirik. Onlar ölünün qəbrinin yanında belə çağırırlar. Rəbbindən mənim üçün istə. Yəni Rəbbinə dua etmənim üçün. Yəni ikinci növünü zikr etdi və adını nə qoydu? Müşriklər. Hətta diri, lakin uzaqda olan birinə də sanki yanlarında canlı şəkildə dayanırmış kimi müraciət edərlər. Onlar qəsidələr oxuyur və belə deyirlər. Ey filan seyid, mən sənin himayəndənəm. Mən sənin qonşuluğundayam. Allah yanında mənə şəfaət et. Allahdan bizim düşmənlərimizə qarşı qələbə istə. Allahdan bu çətinliyi bizdən uzaqlaşdırmasını istə. Mən sənə filan kəsdən şikayət edirəm. Allahdan bu sıxıntıları aradan qaldırmasını istə. Bəziləri də deyir, Allahdan mənim bağışlanmağımı istə. Mələklərə, peyğəmbərlərə və salihlərə onların ölümündən sonra qəbirlərində və ya uzaqda olduqları halda müraciət etmək, həmçinin onların heykəllərinə müraciət etmək, kitab əhli olmayan müşriklərdə, həmçinin kitab əhlinin və müsəlmanların bidətçiləri arasında mövcud olan ən böyük şirk növlərindəndir. Bu müsəlmanların bidətçiləri sözünü yadda saxlayın, Şeyx Həzm ona açıqlama verəcək. Onlar Allahın haqqında dəlil nazil etmədiyi ibadət və şirk növlərini ortaya çıxartmışdılar. Şeyx Həzm buyurur ki, bu açıq dəlildir ki, İbn Teymiyyə rahimehullah bu iki növün hər ikisini böyük şirk olduğuna etiqad edir. Burada İbn Teymiyyənin mücməl bir sözünə istinad edib, digər sözlərini tərk etmək caiz deyildir. İbn Teymiyyə dedi ki, onlar Allahın haqqında dəlil nazil etmədiyi bidət uydurdular. Yəni şirkin bütün növləri bidətdir. Və davam edərək deyir ki, İbn Teymiyyə rahimehullah burada bu müşriklər dedi, müşrik adlandırdı. Şeyxin bütün kitablarına baxdıqda görərik ki, qəbirə və ya bütə ibadət edənləri əsla müsəlman adlandırmır. Belə şey mövcud deyil. Onun kitablarında belə şey mövcud deyil. Onları nə olaraq adlandırır? Müşrik olaraq. Bəzən isə bidətçi ibarəsindən istifadə edir. Bəzən isə İslama intisab olunanlar, İslam müntəsibləri deyərək zikr edir. Bu sadəcə intisab olmaqdır. Bayaq oxudum, bidətçi müsəlmanlar, müsəlmanların bidətçiləri. Burada qəsd etdiyi İslama intisab olunan bidətçilər, yəni şirk əhli, müşriklər. Münafiq də İslama intisab olunur. Bir kəsin İslama intisab olması, həqiqətdə onun İslam üzərə olması, müsəlman olması demək deyil. İsim və ismin həqiqəti arasında fərq vardır. Münafiq ittifaqla müsəlman adlandırılır. İxtilafsız olaraq münafiq müsəlman adlandırılır. Riddəti izhar etməyənə qədər müsəlmandır. Lakin o İslamın həqiqətini iqamə edibmi? Cavab xeyr. Əgər o İslamın həqiqətini yerinə gətirsəydi, iqamə etsəydi, həqiqətdə kafir olmazdı. Münafiq müsəlman adlandırılır, amma həqiqətdə kafirdir. Nə üçün? İslamın həqiqətini yerinə gətirməyib, iqamə etməyib. Lakin nə zaman ki o İslamın həqiqətini yerinə yetirməyibsə, küfrün həqiqətini yerinə yetirmişdir, küfrü iqamə etmişdir, küfrü həyata keçirmişdir. Nə zaman bizə İslamı izhar edərsə, ona nə hökmü veririk? O müsəlmandır. Biz ona bu adı zahirə görə veririk. Yəni beləliklə, İslam isminin isbatı, İslamın həqiqətinin isbatını lazım etmir. Bu gözəl bir qaydadır. İslam isminin isbatı, İslamın həqiqətinin isbatını lazım etmir. Məsələn, hər hansı bir alimlərdən belə dediyini eşidərsən. Bugün müsəlmanlar şirkin içərisində batırlar. Bugün müsəlmanlar gecə-gündüz qəbirə ibadət edirlər. O demək deyil ki, onlara həmin alim onlara İslamın həqiqətini isbat edir. Xeyr.
Sadəcə onlar özlərini İslam'a intisab etdikləri üçün o sözlə deyir. Amma həqiqətdə onlar müşrikdirlər. Onların müşrik olduğunu etiqad edir. Deməli, qardaşlar, burada bəzi məsələlər var ki, onlara açıqlıq gətirək. Şeyx Həzmi Hafizahullah buyurdu ki, vasitəçi yalnız dua etməsi üçün seçilir. Allah ilə qul arasında vasitəçi yalnız dua etməsi üçün seçilir. Bu nə deməkdir? İnsanların zəlalətə, şübhələrə düşməsinin ən böyük səbəblərindən biri terminlərin mənasını bilməmələridir. Ləfslərin mənalarını bilmədikdən sonra onun üzərində nə danışırsan danış, heç bir nəticə hasil olmayacaq. Əksinə ancaq azğınlıq hasil olacaq. Allah ilə özü arasında ölünü vasitəsi seçmək nədir? Nədir vasitəçi? Vasitəçi lüğətdə ara, əlaqələndirici, iki tərəf arasında əlaqə yaradan, məlumat ötürən şəxs, aracı deyilir, makler dediyimiz. Bir kəsin tələbini, xahişini, istəyini başqa bir tərəfə ötürən kəsə vasitəçi deyilir. Tərəflər arasında ünsiyyət quran, məlumatı çatdıran şəxsə vasitəçi deyilir. Yəni sən Allah ilə özün arasında vasitəsi seçirsənsə, onu yalnız sənin istəklərini Allaha çatdırması üçün seçirsən. Bəziləri deyir ki, əgər sən birbaşa vasitəçidən istəsən, bu icma ilə şirkdir. Amma vasitəçiyə Allaha dua etməsini istəsən, vasitəçiyə desən ki, mənim üçün Allaha dua et, bu şirk deyil və ya ixtilaflıdır. Bu cümlə, bu ləfs öz-özlüyündə batildir. Əgər sən birbaşa vasitəçidən istəsən, bu artıq vasitəçi sifətini itirir. Bundan vasitəçi sifəti artıq qalxır. Artıq o ünvan olur. Məsələn, mən ey Əhməd, Həsəndən mənim üçün 5 manat istə desəm, onu dediyim zaman mən Əhmədi vasitəçi hesab edirəm, vasitəçi seçirəm. Mən dedikdə ki, ey Əhməd, Həsəndən mənim üçün 5 manat al, 5 manat istə, Əhməd mənim üçün vasitəçidir. Həsən ilə mənim aramda bir vasitəçidir. Amma mən desəm ki, ey Əhməd, mənə 5 manat ver. Artıq mən Əhmədi vasitəçi seçmirəm. Əhməd birbaşa ünvan olur. Əhməd artıq mənim vasitəçim deyil. Əhməd heç kəslə mənim aramda bir vasitəçi deyil. Mən birbaşa Əhməddən 5 manat istədiyim zaman. Bir kəs ey salih filan kəs və ya ey Allahın Rəsulu, Allahdan mənim üçün falan şey istə dediyi zaman onu vasitəçi seçmiş olur. İbn Teymi rahimahullahın, İbn Müflihin, İbn Abdülvahhab rahimahullahın icma ilə mən cəalə beynəhu və beynəllah vəsait yəd'uhum və yəsəlhumuş-şəfaətə kəfərə icma'an. Kim özü ilə Allah arasında vasitəçilər tutar, onlara dua edər, onlardan şəfaət istəyərsə, icma ilə kafirdir. Dediyi icma budur. Dediyi icma məhz həmin icma budur ki, ondan Allaha dua etməsini istəmək. Amma sən birbaşa ey Allahın Rəsulu, mənə şəfaət et və ya mənə övlad ver, mənə ruzi ver, düşmənlərə qarşı mənə yardım et deməklə deyirsənsə, onu vasitəçi seçmiş sayılmırsan. Artıq o, Peyğəmbər sənin üçün vasitəçi deyil. O birbaşa ilahdır. Sən onu artıq birbaşa ilah seçmişsən. Necə ki, Muhammed bin Abdülvahhab rahimahullah ilahın mənası haqqında danışarkən nə buyurur? İlah bugünkü bəzi müşriklərin seyyid adlandırdığı kəslərdir. Seyyid adlandırdığı kəslərdir ilah. Nə üçün? Çünki onlar birbaşa onlardan istəyirdilər. Seyyidlərdən övlad istəyirdilər, şifa istəyirdilər. Aydın qardaşlar, yəni vasitəçi icma ilə gələn mən cəalə beynəhu və beynəllah vəsait deyilən vasitəçi Allaha dua etməsini istəməkdə seçilən vasitəçidir. Bu icma ilə küfürdür. İcma ilə bunu edən kafirdir. Amma bir kəs qəbir başına gedib qəbir sahibindən ey filan kəs mənə şifa ver, ey filan kəs mənə övlad ver, mənə ruzi ver deyə sırf Allahın əlində olan şeyləri istəyərsə, o artıq vasitəçi deyil, onu ilah seçmişdir, onu vasitəsi seçməmişdir. Çünki bəzi kəslər İbn Teymiyyənin, Muhammed bin Abdülvahhabın həmin o icma zikrini buna yozurlar ki, güya bu icma onlardan birbaşa istəməkdir. Xeyr, bu batil iddiadır. İcma vasitəçi tutmaqdır. Vasitəçidən isə yaratmaq, icad etmək, sıxıntıları qaldırmaq, övlad, ruzi və s. sırf Allahın əlində olan şeylər istənməz. Vasitəçidən bu sayılanları Allahdan istəməsi tələb olunar. Bu birinci məsələ. İkinci məsələ, qardaşlar, bəziləri güya belə bir icmanın olmadığını,
Muhammed ibn Abdülvahhabın səhv etdiyini, Nəcidlərdən əvvəl bu məsələdə ixtilaf olduğunu və ya Nəcidlərdən əvvəl bu məsələyə heç kəsin şirk demədiyini, bəzilərinin bidət, bəzilərinin isə müstəhəb əməl olduğunu dediklərini iddia edirlər. Yəni belə bir gülünc, yalan iddia irəli sürürlər. Birincisi, bu icmanı Muhammed ibn Abdülvahhabdan əvvəl İbn Teymiyyə rahimehullah zikr edib. Tələbəsi İbn Müflih rahimehullah zikr edib. İkincisi, Muhammed ibn Abdülvahhabın bu risaləsini, Navaqidul İslam, İslamdan çıxaran 10 risalə, onun 3-cü bəndində bu icmanı zikr edir ki, kim özü ilə Allah arasında vasitəçi tutarsa, icma ilə kafirdir. Muhammed ibn Abdülvahhabın bu risaləsini şərh edən alimlərə baxın. Onlar deyirlər ki, əslində İslamdan çıxaran əməllər 10 dənə deyil, çoxdur. Bəzi alimlər hətta 300-ə qədər növünü zikr ediblər, xüsusilə Hənəfilər. Amma bu 10 dənəyə gəldiklə, bu bütün ümmətin icma etdiyidir. Bu 10 dənə Muhammed ibn Abdülvahhabın Navaqidul İslamda zikr etdiyi 10 dənə maddə, bütün ümmət bu maddələrin İslamdan çıxaran 10 şey olduğunda icma edib. Ümmət arasında bu məsələdə heç bir ixtilaf yoxdur. Yəni, kim iddia etsə ki, belə bir icma yoxdur, əksinə əvvəl ixtilaf olub, buyursun bircə nəql gətirsin ki, kimsə deyib ki, bu icma batildir. Muhammed ibn Abdülvahhabın xəta etdiyini, belə bir icmanın olmadığını, İbn Teymiyyənin belə bir gətirdiyi bu icmanın olmadığını iddia edən bir nəfəri gətirsin. Yoxdur. Üçüncü məsələ, bəzi kəslər deyir ki, dəlillər onu göstərir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm qəbrində sağdır. Ona görə həyatda ikən ondan Allaha dua etməsini istədikdə, bu şirk olmadığı üçün öldükdən sonra da bu şirk deyil. Yəni bu ən çox eşitdiyiniz iddiadır. Deyirlər ki, dəlillər onu göstərir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm peyğəmbərlər qəbirlərində sağdır. Diri ikən, sağ ikən, həyatda ikən necə ki ondan istəmək şirk deyildi, ondan Allaha dua etməsini istəmək şirk deyildi. Qəbirdə də eyni həmin peyğəmbər sağdır, diridir, eyni həmin əməl şirk deyil. Ən uzağı bidətdir. Bu iddia, qardaşlar, bu iddia belə öz-özlüyündə küfürdür. Şeyx Əbu Büteyn rahimehullaha Peyğəmbər qəbrində sağdırmı deyə sual verildikdə buyurur ki, dəlillər Peyğəmbərlərin qəbirlərində sağ olduğuna dəlalət edir. Amma bu sağlıq, dirilik, bizim bildiyimiz dünyada ikən olan dirilik deyil. Bərzəx aləmində bizim bilmədiyimiz şəkildə olan dirilikdir. Çünki qəti naslar Allah Rəsulü sallallahu aleyhi və səlləmin bütün insanlar kimi vəfat etdiyini göstərir. Bir çox ayələr, məsələn Allah Azze və Cəllə buyurdu ki, sən də öləcəksən, onlar da öləcəklər. Və Allah Rəsulü sallallahu aleyhi və səlləmin vəfat etdiyi qətidir. Bütün sahabələr Allah Rəsulü sallallahu aleyhi və səlləmin vəfat etdiyinə şahid olublar və onun qəbri də, Allah Rəsulü sallallahu aleyhi və səlləmin qəbri də mövcuddur. Allah Rəsulü sallallahu aleyhi və səlləm bütün insanlar kimi vəfat edib. Və buyurur ki, əgər kim iddia etsə ki, Allah Azze və Cəllə öz rəsulunu öldürüb, sonra qəbirdə dirildib, bu küfürdür. Kim iddia etsə ki, Allah Azze və Cəllə Peyğəmbər sallallahu aleyhi və səlləmi öldürüb, sonra qəbirdə dəfn olunduqdan sonra onu dirildib, bu küfürdür. Bunu deyən kafirdir. Nə üçün? Çünki Quran ayələri bütün insanların 2 dəfə öldüyü və 2 dəfə diriləcəyini isbat edir. Məsələn, Allah Azze və Cəllə Bəqərə surəsində buyurur ki, keyfə təkfurunə billahi və kuntum əmvətən fə əhyəkum. ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِكُمْ. Allah'ı necə inkar edirsiniz, Allah'a necə küfür edirsiniz, siz ölü idiniz, o sizi diriltti. Sonra yenə öldürəcək, sonra yenə dirildəcək. Fikir verin, Allah Azze və Cəllə buyurdu ki, siz Allah'ı necə inkar edirsiniz, siz ölü idiniz, yəni ananızın bətnində idiniz və yaxud yox idiniz. O sizi diriltti, yəni dünyaya gətirdi. Bir ölülük, bir dirilik. Sonra yenə öldürəcək. Yəni dünyadayken yenə öldürəcək, sonra yenə dirildəcək. Yəni qiyamət günü yenə dirildəcək. 2 ölüm, 2 həyat. Allah Azze və Cəllə bütün insanlara bunu vəd etmişdir. Bu bütün insanlar üçün keçərlidir ki, 2 ölüm, 2 həyat. Bir adam iddia edirsə ki, Allah Resulü sallallahu aleyhi ve sellem vəfatından sonra qəbirdə Allah onu dirildiyib, artıq 3 ölüm, 3 həyat vermiş olur. Peyğəmbər sallallahu aleyhi ve sellem sanki 3 dəfə ölüb, 3 dəfə diriləcək. Birinci ölüm, bunu Əbu Büteyn rahimehullah deyir ki, birinci ölüm, yəni yox olmaq, əvvəlcədən olmamaq və ya ana bətnində olmaq, bu birinci ölüm.
İkinci ölüm dünyadayken olan ölmek. Üçüncü ölüm ise qiyamət günü bütün canlılar öldükdə ölmək. Qiyamətə yaxın bütün canlılar öldükdə ölmək. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem sanki birinci anasının bətnində olarkən və yaxud dünyada yox ikən, dünya gəlməzdən qabaqki ölüm, sonra dünyaya gəldi, sonra öldü, qəbirdə Allah Azze ve Celle onu təkrar diriltdi, qiyamət günü təkrar öldürəcək, bütün insanlar qiyamət kopanda, bütün insanlar öləndə Allah Resulü sallallahu aleyhi ve sellem döləcək və surun ikinci dəfə, mələyin suru ikinci dəfə üfləməsi ilə təkrar diriləcək. Bu 3 dəfə oldu. Və Şeyx Əbu Büteyn deyir ki, bu küfürdür. Bu bütün nasları, Quran-ı Kərimdə gələn nasları inkar etməkdir. Allah Resulü sallallahu aleyhi ve sellemin qəbirdə sağ olması bizim bilmədiyimiz qeybi bir məsələdir. Yəni qardaşlar, Allah Resulü sallallahu aleyhi ve sellemdən nəsə istəməzdən əvvəl belə onun qəbirdə dünyadakı kimi sağ olduğunu iddia etmək, bu dünyada necə sağ idisə, bu dünyada ondan istəmək necə caizdir olduğu kimi, qəbirdə də dünyadakı kimi sağdır və Allah onu qəbirdə dirildib, bu dünyada vəfat etdikdən sonra Allah onu qəbirdə dirildib, sağdır, bizi eşidir, ona görə ondan istəmək caizdir demək, öz-özlüyündə belə nədir? Küfürdür. İnşallah bununla kifayətlənək. Allah Azze ve Celle bizi haqq üzərində sabit eləsin. Amin. Subhaneke Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.